Salamlar. Bu günlər sizə mən Subway Surfers oyununun kompüter versiyası necə sınırılmasını göstərəcəm. Buna görə başlayaq. Oyunumuzu açırıq və bundan sonra isə başlayırıq oyunda 1-2 addım atmağa. Təbii ki, atdıqda sağ tərəfinə baxırıq kompüterin ekranın, daha doğrusu oyunun ekranının. Burada 800-900 bizim xallarımız artaraq gedir. Xalları sındırmaq üçünsə xalın dəqiq sayını bilmək lazımdır. İlk öncə 1032 diqqətlə siz də baxıb gördünüzsə sağ tərəf ekranında 1032 vardı. Və bizə bu oyunu sındırmaq üçün bir proqram lazım olacaq. Təbii ki, kompüter versiyada. Personalida. Cheat Engine proqramı. Cheat Engine proqramında burada yəqin ki görürsünüz. Select to process to open. Proseslərin açılması hissəsidir. Buna basırıq bir tərəfə muşkanın sol tərəfini və görürük ki, bizim açılmış proseslərimizin arasında Subway Surfers exe var. Burada təbii ki, ola bilsin ki, açan kimi çıxmasın, yuxarı aşağı eləyin, Subway Surfers oyunu çıxacaq. Təbii ki, Subway Surfers oyunu açmaq lazım. Subway Surfers prosesini biz seçirik, açırıq, Open. Bastıq Open-ə və burada qeyd edirik, bu xanada 1032. Təbii ki, yəqin ki, siz də görürsünüz. First scan. Bizə 63 dənə, fikir verin bu hissəyə, 63 dənə 1032 yığdığımız xalın kodunu verdi. Bizə 63 dənə sərf etmədiyindən oyuna biraz da davam edirik. Oyuna davam edirik biraz. İndi baxaq, 1538 səhv eləməmsə bizim xalımız idi. Topladığımız xal idi. 1536. Girdik yenidən Cheat Engine proqramına. Next-dan 2 ədəd çıxdı. 2 ədəd çıxdı. Gördüyünüz kimi 1, bu da 2. Bu hər bir kodun üstünə 2 dəfə basırıq muşkanın sol tərəfini və onlar düşür aşağı cərgəyə. Burada məhz bu hissədən 2 dəfə yenə də düyməni basırıq sol tərəfini muşkanın və istədiyimiz bir rəqəmi yaza bilərik. 14 milyon. 14 milyon qeyd etdim mən. Hər ikisində də eyni qaydada 14 milyonu yazırıq və oyunumuza davam edirik. Diqqətlə sağ tərəfə baxın. Artıq bizim xallarımız 14 milyon oldu. Demək belə, sizə məsləhət görmürəm ki, burada daha çox milyarda yaxın bir xal yazasınız. Münasib deyil. Ürəyiniz istədiyi qədər xal yaza bilərsiniz belə də götürəndə. Amma hər hansı bir nasazlıq ola bilər deyənə deyirəm. Deməli, gedək vuraq özümüzü bir divara. Qoy dayı bizi tutsun. Mən sizə qəpikləri necə qızılım etmək lazımdır, xaq etmək lazımdır. 14 milyon 2072. Qaydırıq şopa, giririk, baxırıq. Burada məndə hal-hazırda gördüyünüz kimi qəpiklər sınıb deyənə belə çoxdur. 1 milyon 237 min 225 qəpiyim var. 1 milyon 237 min 225. Next scan, new scan, first scan. Bizə 5 ədəd mənim qəpiklərimin sayını tapdı. Mən bir ədəd skate alın, bir neçə ədəd olsun. Çünki burada qəpik düşməlidir. Sizdə də yəqin ki düşdü. 1200 fərq etmir sizdə. Nə qədərdir? 1000-dir və yaxud nədir? Onun heç bir fərqi yoxdur. Artıq bu da bura düşdüyündən. Bir saniyə. Aha. 1236 175 bizim qəpimizin sayı. Edək bunu da 14 milyonda. 14 milyondan gəlib bugün bizdə. 14 milyon hal-hazırda gördüyünüz kimi OK düyməsini basırıq. Cheat Engine proqramımızı qoyuruq bir tərəfə. 13 milyon 999 min 850. İşte ürəyimiz nə istəyir ala bilərik, aça bilərik.
Oyunun kompüter versiyasını artıq gördüyünüz kimi xətt elədik. Bu cheat engine proqramı idi və sizinlə Nazim Zeynalovdur. Facebookda və yaxud YouTube'da videonun altında kommentariyalarda öz fikirlərinizi yaza bilərsiniz, suallarınızı verə bilərsiniz. Vaxtım olduqca cavablandıracaq. Təbii ki, bununla əlavə oyunun Android versiyaları və iOS versiyası iPhone'lar üçün də hazırlanmış oyunun versiyalarında sındırmaq olur. Vaxtım olduqca mən sizə həmin videoları göndərəcəm, çəkəcəm, göndərəcəm, necə sındırmaq lazımdır. Təbii ki, öz dilimizdə, İngilis dilində və Rus dilində yenə də Google-da tapa bilərsiniz. Əgər YouTube-da daha doğrusu tapa bilərsiniz. Əgər yox, sizə daha asadlı, münasibdir Azərbaycan dilində. Bu mənim ilk çəkilişimdir. Əgər Azərbaycan dilində münasibdirsə, təbii ki, videoya podpiska olun və mən videonu qoyanda, artıq çəkilişi qoyanda siz də görə biləcəksiniz. Android sistemlər üçün yəqin ki, ilk öncə qoyarım. Sonra isə iOS, iPhone'lar üçün. Beləliklə siz Subway Surf və yəqin ki, Subway Surf'ı qoyanda mən sizə xırda da olaraq orada göstərəcəm. Temple Run oyununda necə sındırmaq lazımdır. Çox asaddır, qəliz bir şey yoxdur, sadəcə biraz diqqətli olmaq lazımdır. Sağ olun, sizinlə bir daha Nazim Zeynalovu.